3. Salam aleykum, hardayam? Deməli hökməli qov yollayam. Bir dənə yurd market, yurd restoran tərəfdə, kupçalı, 3 sotun içərisində, 4 otaqlı, 3 dənə kəmərli, qoşadaş. Yəni keyfiyyət axtarsansa özüdür. Evdən bir dənə tanış olaq. Ev çox böyük evdir. Yəni qıraqdan bir dənə evin qıraqdan görkəmini göstərək. Kvadrat, böyük kvadratlı 4 otaqlı evdir. Yəni bu qiymətə görə yaxşı variantdır. Mərkəzi kanalizasiyasına qədər burada var. Üstü paketdir. Yəni görürsünüz də. Var atasiyada hamısı zaborun içində. Arxa tərəfdə də toğuca saxlanmasının həyəti var. Üstü paketdir. Hər şey keyfiyyətli işləndi evin içərisində. Altı əslində qarajdır. İndi onu da göstərəcəm sizə. Hardasan Yuri? Hə, və altı qarajdır. Boy-boy podvalına girək. Gələndə inşallah özünüz baxarsınız. Burada da podval var. Ora qaraj kimi nəzərdə tutulub. Burası qabağını örüb. İstəsiniz qaraj kimi istifadə edə bilərsiniz. Bir dənə burada. Burada da bir dənə podvalı var. Nə artıq nəyəsə var, qoy. Pilləkən monolitdir. Qalxaq. İçəridən tanış olaq. Sənədli sübutlu evdir. Kredit də var. Kreditdən də verir. Koridor sistemli evdir. Təcil pula ehtiyacı var deyə satır. Bax, 4 dənə yataq otağıdır, bir dənə də mətbəxdir. Burada bir mətbəxdir. Mətbəx ömrü də içində qalacaq. Qoşa daşdır. Yəni görürsünüz, ölçülər yaxşıdır. Bu qiymətə görə normal variantdır. Buradan gəldi bir dənə burada zalıdır. Zalın da ölçüsü genişdir. Pəncərəsindən evin içərisinə gün işığı düşür. Yəni görürsünüz, ölçülər çox. Bir dənə boyun çatır. Bir dənə boyu qalıb. Qiymət haqqında da məlumat verim sizə. Qiyməti 35.000 versin. O ki qiymət düşəcək sənə 50.000 manata. Nəqd amma nəqd 48.000. Real puldan gəl özün danışarsan qalanı. Bir dənə buradakı otaqlardan tanış olaq. Yəni ev çox böyükdür. Kvadrat olaraq çox geniş evdir. Burada da bir dənə yataq otağıdır. Yəni görürsünüz, ölçüləri genişdir. Və özünə sırf şəxsi özünə tikdiyi evdir. Burada da bir dənə yataq otağıdır. Disko otaqdır. Yəni yaxşıdır. Valla bu qiymətə sənə bu evi tikib başa gətirmək olmur. Yəni ustası da özüm olmuşam. Yetimin həqiqətən də deyir ki 45.000 tək usta qarışıq yox. Ustasının hər şeyini özü eləyib. 45.000 pul qoyub bu evə. 45 deyir ki, əsər uçuq edən hamısını yazmışam, 45.000 pul qoymuşam. Dünkü gündə pula ehtiyacı var deyə satır. Nəyə görə satır onu deyəməyəcəm. Amma inşallah özünüz gələrsiniz. Nə lazımdır köməkli eləyərik. Yəni kredit olduğuna görə həm də nəqd qəşəng variant. Yəni əlaqə saxlayın yoluna